Hər vaxtınız xeyir, əziz Alman dili sevərlər, öyrənənlər və gələcəyini Alman dilli ölkələrin birində qurmaq istəyən hər kəs. Bu günləri sizə A1 model testlərinin ümumi strukturunu izah edəcəm. Görək söhbət nədən gedir. Ümid edirəm ekranı yaxşı görürsən. Hal-hazırda qarşında gördüyün A1 səviyyəsinə aid model testi imtahan bizdən nə istəyir? Bu arada bu testləri işləməklə həm ÖSD, həm HÖT, həm də TELK imtahanlarında uğurlu ola bilərsən. Model testlərdəki bu şərt hissə dəyişmir. İmtahanda vaxt itirməmək üçün şərtləri öncədən, yəni ki, əzbər bil, imtahanda əlavə vaxt itirmərsən. A-dan Y-yə kimi olan situasiyaları, yəni bu elanlarla birləşdirməliyik. Bütün sözlərin tam olaraq tərcüməsini bilməyinə ehtiyac yoxdur. Ümumi ilk anda səni nə çağrışdırırsa həmin variantı işarə eləməlisən. Bu şəkildə bu testi həll etmiş olacaqsan. Mən nə məsləhət görürəm? Onsuz da maksimum 10 model testi imtahana girmədən bu model testləri əzbərcəsinə, yəni o qədər işləməlisən ki, əzbər biləsən. Keçək indi görək Lezen 2 bizdən nə istəyir? Elanlar verilib. Elanlara aid suallar verir. Sualın cavabı ya hədir, ya yoxdur. Mən bu testdə heç bir sualın cavabını boş buraxmamağı təklif edirəm. Sualları bizə elə verir ki, anlasın görsün biz bu elanı detallı olaraq başa düşmüşük, yoxsa yox. Lezen 3-ə baxırıq. Lezen 3-ə də bizə belə qutucuqlar verilib. Qutucuqlara uyğun şəkli tapmalıyıq. Bu da rahat testlərdən biridir. Bugün sizə lezenləri izah elədim. Keçən növbəti videoya hörənlərdən davam edək. Ev tapşırıqlarınızı verirəm. Bugün A1 səviyyəsinə aid 50 söz oxuyursunuz. Yanında Alman dili açıqlaması ilə bu model testlərdən birini işləyirsiniz, işləməyə çalışırsınız ən azından. Ən pis ehtimalla səsli oxumağa çalışırsınız. Daha sonra isə Doktor Nərmin Almanca kanalına atdığım YouTube videosunu bugün üçün izləyin. Bugünkü tapşırığımız bu qədər. Ümumi bütün bu tapşırığı həll etmək üçün sizə 40-45 dəqiqə kifayətdir. Özünüzə yaxşı baxın, Alman dili oxumağı unutmayın.